Hər kəsə salam. 2025-i xilas edirəm gün 9-a xoş gəlmisiniz. Dünən danışdıq bu kitablardan. Artıq bu kitabları kənara itələyirik. Bəli. Və 30 gün 30 fərqli mən serisində bu gün danışırıq klassiklərdən. İlk kitabımız Anton Çexovun 6-cı Koğuş əsəridir. Bunu səhv xatırlamıramsa Azərbaycan dilinə 6-cı palat olaraq tərcümə eləyirlər. Burada deməli nədən bəhs olunur? Deyir ki, bizim qorxuları olan birini dəli deyə adlandırıb, onu cəmiyyətdən təcrid etməmiz nə dərəcədə doğrudur? Bu kitab tamamilə ondan danışır. Yəni deyir ki, insan necə başqalarına bir sırf bizdən fərqlidir deyə bir qiyafə geyindirə bilər. Və orada çox sevdiyim, çalışacağım ki, bu kitablarda çox sevdiyim cümlələrdə deyim, təbii ki, təhrif olunmuş şəkildə olacaq. Çünki həm kitablar türkcədə, onun azərbaycancası, həm də mən xatırladığım qədərini deyirəm əlbəttə ki. Ona görə biraz təhrif olunmuş ola bilər. Amma ümumilikdə nə deyir? Belə bir qəşəng ifadə var. Deyir ki, biz deyir gözümüzdə acını kiçildirik, amma barmağımız qapının arasında qalanda ən yüksək pərdədən də ən yüksək səsimizlə deyir, başlayırıq inləməyə, ağrımağa. Yəni hər kəsin dərdi özünə böyükdür, amma burada danışılan o dərdlər deyil. Deyir ki, biz niyə bir cəmiyyət olaraq fərqliliyi qəbullanmaq istəmirik və fərqli insanları dəli adlandırırıq. Və bir də çox sevdiyim bir söz var. Həmin sözdə də deyir ki, əslində dəlixanada olanlar dəli deyil. Dəlilərin, yəni ağıllı insanlar dəlilərin dəli eləyib ora salması da, yəni məqsədə əsl dəlilər çöldədir. Bilmirəm fikrimi nə qədər ifadə edə bildim. Yəni bu kitabı çox bəyəndim. Baxın nə qədər nazikdir, amma nə qədər çox şey ifadə edir. Amma bəzi kitablar var ki, 1000-ə yaxın səhifəsi var, amma oxuyursan ortada heç nə yoxdur. Amma bu kitab o kitablardan biri deyil. Nəysə, bunu qoyduq. Bu oldu birinci kitabımız. Sonra danışırıq deməli Sherlock Holmes serisindən. Sherlock Holmes da bu qızıl soruşturmadır. Burada məqsəd nədir? Əslində Shirley ilə onun doktor Wilsonun tanışlığı anladılar burada. Necə tanış olurlar, sonra qatarda cinayət işləri. Çox haqqında məlumat vermək istəmirəm, çünki dedektiv kitabları elədir ki, gərək başdan sona özünü oxuyasan. Amma dediyim kimi, burada da çox sevdiyim bir hissə var ki, biz axı günümüzdə çox məlumat zibilliyi ilə, belə deyim, üzləşirik. O qədər çox məlumat var ki, və beynimiz yəni böyük bir məlumat çuxuruna düşüb də və bu kitabda da sevdiyim hissə ondan ibarət ki, burada deyir ki, yalnız bir axmaq önünə gələn hər məlumatı əldə edər. O zaman da deyir, qarşısına faydası olacaq məlumatlarla qarışıq bir toplum çıxır. Yəni o da dediyim kimi günümüzün bizim ən böyük problemlərimizdən biridir ki, çox məlumat əldə edirik. Totalda çox qəşəng kitabdır. Arthur'un Sherlock Holmes'la bağlı serisində belə maraqsız kitab yoxdur. Hər biri özünü cəlb eləməyə bacarır. Sadəcə gərək dedektiv əsər sevəsən. Digər bir kitab yenə onunla bağlı. Dediyim kimi, mən axı buradakı ilk videoda demişdim. Rəqəmlərə görə sıralamışam. Ona görə yəni müəlliflər random da gələ bilər, sırayla da gələ bilər. Bu kitabda da danışır Baskervillerin itindən. Yəni belə bir əfsanə var. Bu əfsanə necəsə öz reallığını göstərir amma sonra Sherlock da başlayır bunu araşdırmağa. Yəni demək olar ki, elə bir kitabdır ki, sanki orada onu yaşayırsınız. Shirley'nin nitqi olsun, baş verən hadisələr olsun, həqiqətən yaşanırmış kimi seyir. Bir də burada da sevdiyim hissə ondan ibarət ki, deyir ki, bəzi şəxslər dahi olmasa belə dahiləri dəli eləyəcək potensiala, gücə sahibdirlər. Onu da Liam haqqında deyir. Yəni kitab oxuyanlar fərqindədir. Ya da oxumaq istəyənlər üçün Liamın Sherlock'un əksidir deyə bilərik. William'dır tam adı bu arada. Mənim sevdiyim xarakterlərə ləqəb uydurma kimi bir deməli alışqanlığım var. Yəni mənim üçün Shirley və Liam'dılar. Digər bir əsər yenə Qorxu vadisi. Bunun Ölüm vadisi adı ilə olan hissəsi də var. Yəni vadi hissəsi eynidən azından. Burada nədən danışır? Sanki burada Shirley ilə birlikdə düşünürsən. O qədər gərgin hiss edir ki, insan, yəni o fikirləşirsən, yəni arada insan istəyir ki, ondan qabaq tapsın. Sonra təbii ki, müəllif bizi çaşdırmağı bacarır. Ümumilikdə burada da deyir ki, çarəsiz ola bilərik, amma heç vaxt ümidsiz deyilik. Bu da ən sevdiyim cümlələrdən biridir. Ümumiyyətlə fikir versəz, sevdiyim cümlələrin çox da kitabla əlaqəsi kitabın içindəndir, amma kitabla yox, belə deyim, insanın inkişafına təsir edən şeylərlə əlaqəsi daha çoxdur mənim gözümdə. Sonra gəlirik başqa bir müəllifə. Bu da yenə Anton Çexovun Qağayı əsəridir. Burada söhbət nədən gedir? Demək, deyir ki, olduğun yer səni qane etmir, amma o zaman qağayı kimi bu yəni sıxıntıdan çıxmağı bacarmalıdır da insan azadlığını tapmalıdır.
və sevdiyi şeyə sərhədsiz sevgisini verməyi bacarmalıdır insan. Bu barədə danışır. Yəni burada qağayı əslində azadlığı simvolizə eləyir. Burada martını gördüyüm üçün fikrim yayınır. Deməli belə deyir ki, önümüzdə özümüzdən başqa əngəl yoxdur, və başqalarını məmnun eləmək üçün özümüzdən vaz keçməməliyik. Ümumilikdə belə bir sevdiyim hissə yenə ondan ibarətdir. Deyir ki, özümün belə özümə rahatı yoxdur. Tanıdığım hər kəsə yaxşı görünmək üçün öz həyatımı yoxa sayıram. Hətta deyir, güllərimi deyir yağmalayıram, köklərini də deyir ayağımın altına atdığımı hiss eləyirəm. Yəni əslində burada insanın nə qədər azadlığını, özünün qənimkəsliyini görmüş oluruq. Ümumilikdə maraqlı hekayədir, sonunun bitmə şəkli olsun. Bildiyin bəzi klassiklər az olanda, ümumiyyətlə bəzi insanlar deyir ki, klassiklərin çoxu belə nazik olur axı. Nazik kitabları sevmirəm çünki tez başa düşə bilmirəm. Bəziləri də deyir ki, nazik kitabları sevirəm çünki hekayə oldu bitdiyə gəlir. Amma mən tam ortasında düşünürəm. Bəzi kitablar var ki, onlar uzun olmalıdır, amma bəzi kitablar da var ki, onlara sadəcə bu qədər səhifə sayı belə bəs eləyir ki, müəllif nə anlatmaq istəyir, başa düşəsən. Ümumiyyətlə Çexovun çox əsəri səhnə əsəri kimidir. Necə ifadə edeyim ki? Hə də yəni teatr üçün hazırlanmış versiyadır. Yenə də dediyim kimi nə demək istəyirsə orada ifadə eləyə bilir öz fikrini. Digər biri Vişnə bağçası, Albalı bağçasıdır. Bu nədir? Burada da danışır, zamanın dəyişdiyini bilmədiyimiz halda oradakı cəmiyyətin dəyişikliklərinə sürüklənib, belə deyim, bəzi insanlar keçdiyi dövrün fərqində olmur. Bu kitabda da ondan danışır. Və kitabda yenə sevdiyim cümlələrdən biri xoşbəxt olun, boş verin, yəni dünyada hər şeyin bir sonu vardır hissəsidir. Ümumilikdə nədən danışır deyə soruşursunuz. Bu əsərdə də zəngin bir ailədir, amma artıq yəni müflisliyin tam sonuna gəlib çatıblar. Çünki artıq cəmiyyət dəyişdiyi üçün, yəni cəmiyyət artıq pul qazanmağı özünə məqsəd elədiyi üçün, hər kəs varlanmaq üçün bir yol axtardığı üçün bu ailədə vişnə bağçasını satmaq istəyir. Hekayə onun əsasında davam edir. Ondan sonra digər biri Üç bacı, bu da yenə Anton Çexovun əsəridir. Burada nədir? İç sıxıntısının səhnə versiyasıdır, yəni səhnə halını almış bir əsərdir. Üç qızın daxili dünyasını oxuyuruq, amma əslində üç qız üçün oxumuruq, özümüzün üçün oxuyuruq müəyyən qədər. Təbii ki, hər insan kitabda özünü tapmaq məcburiyyətində deyil, cəmiyyəti kitabın içində görmə məcburiyyətində deyil, yəni əylənmək üçün də oxumalıyıq əlbəttə ki. Sadəcə mən kitablara nəticə çıxarmaq gözündən baxdığım üçün bunların hamısı mənə dəyərli bir şey qatmaq məcburiyyətindədir. Ona görə mən həmişə özümə çıxarda biləcəyim bir nəticə axtarıram kitabların içində, əgər varsa. Burada da o tapdığım nəticə ondan ibarətdir ki, deyir ki, insan ya niyə yaşadığını bilməlidir, ya da gerisi anlamsızdır. Yəni ümumilikdə ondan danışır. Üç bacının dənizkənarı bir kiçik bir qəsəbədə necə Moskvaya getmək istədiklərindən, amma yəni öz duyğusal dəyişimlərindən, keçirdikləri çətinlikdən və sair bəhs eləyir kitabda. Digər bir kitab yenə Çexovun 3 il əsəridir. Bu nədir? Bunu məncə hər gənc qız oxumalıdır. Mənim bu şəxsi düşüncəmdir ki, hər gənc qızın oxunması lazım olan kitablardan biridir. Çünki evliliyə olan baxışı tamamilə dəyişdirir deyə bilərəm. Tamamilə dəyişdirmir. Fərqində olan insan həqiqətən də fərqindəliyi yüksək olduğu üçün çox şeyi başa düşür. Amma bəzi şeylər var ki, insanlar onu saf gözlə görə bilmir, amma başqasının həyatında eşitdikdə ya da ki, hansısa bir kitabda oxuyanda daha yaxşı nəticə çıxardır. Bilirsiniz, kitabın əsas mövzusu nədən ibarətdir? Deyir ki, xaricinə aldandığımız, yəni sadəcə qabığına aldandığımız bir insan, ondan evlənəndən sonra nə qədər dəyişir. Burada da sevdiyim hissə ondan ibarətdir. Deyir ki, mən sadəcə yaşamaq, xəyal, ümid eləmək, hər şeyə çatmaq istəyirəm. Həyat isə qısadır, dəyərli dostum. Onu dolu-dolu yaşamaq lazımdır. Yəni kitabdakı ən sevdiyim hissə həyatın nə qədər dolu yaşamağın önəmindən danışır. Ümumilikdə deməli, deyəsən bacısının qızının mı həkimidir, yoxsa özünün mü həkimidir? Yəni oğlan o həkim qıza həkimin qızına daha doğrusu, aləm qatdım bir-birinə, aşiq olur. Sonra bir şəkildə onu əldə eləməyi də bacarır, evlənirlər və ondan sonra əslində istədiyinin sadəcə bir qiyafədən ibarət olduğunu fərqinə varır. Sonra digər bir kitabımız, nə qədər Anton Çexovdan oxumuşam bu il, Vanya dayı əsəridir. Bu əsər deyir ki, əgər şans sənə verilirsə, sən onu istifadə eləmirsənsə, günahkar sənsən. Amma bəzi insanlar var ki, heç o şans onlara verilmir. Yəni əsas məğz bundan ibarətdir. Vanya dayı bacısının həyat yoldaşı üçün bütün ömrü boyu əlindən gələni eləyir.
və bacısının həyat yoldaşı olur professor universitetdə, amma artıq heç nəsiz olur və ikinci evliliyi ilə bir yerdə qayıdır Vanya dayının yanına. Orada da mülkdə yaşayırlar və bacısının qızı ilə Sonya idi, səhv xatırlamamsa adı, Vanya dayı bir yaşayırlar. Və onların keçirdiyi o əzab, məşəqqət dolu günləri görürsən ki, yəni sırf professor orada ad qazanıb, nüfuz qazanıb, səviyyə qazanıb, amma Vanya dayı nə qədər zülmlər çəkib, eyni zamanda Sonyanın da orada nə qədər gözəlliyi ilə necə deyim, aşağılanır. Hətta orada bir cümlə var idi ki, əgər birinə gözlərinə və saçlarına iltifat edilirsə, deməli o insan gözəl görünmür, ona görədir və s. Yəni belə fikirlər var idi. Və ən sevdiyim cümlə də ondan ibarətdir ki, deyir ki, can sıxıntısı və tənbəllik bulaşıcıdır. Əsərə yeni xarakterlər gələndə bunun nə qədər düzgün olduğunu bilirik. Amma ümumilikdə deyir ki, yəni vəzifə, pul kimdədirsə, mövqe kimdədirsə, daha çox o haqlı çıxır. Yəni onun haqsızlığı artıq 0%-ə doğru enir və hətta orada Vanya dayının çox sevdiyim bir cümləsi var idi. Deyirdi ki, əgər sənə verilən şans mənə də verilsəydi, o Dostoyevski mən də ola bilərdim. Yəni o çox təsir eləmişdi. Bir də bu video çox uzun oldu. Mən düşünmüşdüm ki, 15 kitab birində danışaram, 15 kitab birində danışaram, amma belə baxıram ki, çox uzun oldu. 15 yox, 10-un danışıb 3 hissədə tamamlayacağam bunu. Nəysə, sonuncu kitabdan danışıram ona görə də, daha ardın danışmayacağam. Sonuncu kitab Halil Cibranın idi, bəli, Məczub. Bu bilmirəm necə tərcümə olunur bizim dilimizə. Amma ümumilikdə nədən danışıram? Ümumiyyətlə bundan sonrakı hissələrdə də danışacağam Halil Cibranın əsərlərinə bağlı. Bu insan fəlsəfi janrda yazır. Tamamilə insanın daxilinə enir. Əgər kitablar çox nazikdir, digər kitablarını da burdan görürsüz nə qədər nazikdirlər. Amma belə deyim, ruhun gözü ilə oxuyursansa əgər, kitablar 200-300-ə yaxın səhifə imiş kimi gəlir insana. Çünki bəzi səhifələri heç başa düşmürsən, dönürsən oxuyursan ki, müəllif burada nə demək istəyir, mənə nə vermək istəyir və dönüb oxuyanda fərqinə varsan ki, nələr demək istəyirmiş əslində, nə qədər çox şey demək istəyirmiş. Bol düşündürən hekayələrdən ibarətdir. Burada deyir ki, yəni insan daha nə olduğumuzu belə bilmirik, amma nə olacağı ilə bağlı mübahisələr aparırıq, fikirlər yürüdürük. Yəni ən sevdiyim cümlə ondan ibarət idi. Ümumiyyətlə hansı kitabında da xatırlamıram. Burada bir neçə Halil Cibran kitabı var, amma birində yazmışdı ki, məsələn biz necə deyirik, tənbəlliyi və çalışqanlığı göstərmək üçün cırcıramanın bütün yaz boyu oxuduğundan, qarışqanın isə çalışdığından danışırıq. Amma Halil Cibran deyir ki, nə qədər də düşüncəsizcədir qarışqanın zəhmətini dəyərləndirib, cırcıramanın gözəl səsini dəyərləndirməmək. Bu söz qəlbimdə bir dənə yer qazandı. Sizə izah eləyə bilmərəm. Çox qəşəng yazır həqiqətən də. Amma belə deyim, fəlsəfi janr sevməyən, çox düşünməyi sevməyən, kitabı sadəcə əyləncə məqsədi ilə ola bilər ya da belə deyim, beynindəki fikirlərdən uzaqlaşmaq üçün oxuyan kitab insanlar üçün o qədər də uyğun deyildir məncə. Amma belə fəlsəfik düşüncələr üçün, insanın özünü tapmaq üçün, belə deyim, insanın özünə enir. Bütün kitablarında elədir, insanın daxilinə enir. Bu videoda artıq 14 dəqiqəyə doğru gedir. Qalanı digər hissədədir. Yəqin ki, onun da bir danışaram, sonra qalar sondakı onu. Və dediyim kimi, mən səhv xatırlamışam, keçən səfər 38 demişəm, əslində bu il 39 kitab oxumuşammış və bir kitabım qalmış 40-a tamamlamaq üçün. Bilmirəm, sayı qarışdıram. Riyaziyyatım o qədər zəifdir ki, deməli, buradan beləsinə sayıram, keçirəm o bir tərəfə, o klassik olmayan kitabları saymağa. Buradakıların sayı yadımdan çıxır, ya da ki, bunu sayıram, onu sayıram, gedirəm nəsə edirəm, yenə yadımdan çıxır. Yəni yadımdan çıxır da yadımdan çıxır. Hələ də kitab sayını tamamlaya bilməmişəm, tutuzdura bilməmişəm nə qədər olduğunu. Onu bilirəm ki, təzəcə xatırladım ki, kitablarından biri rəfiqəmdədir. O kitabı yəni hesaba qatmamışam da, ona görə az çıxıb, birdən az çıxıb. Təbii ki, nə böyük şeymiş. Ümumilikdə o demək istəyirəm ki, dinlədiyiniz üçün təşəkkür eləyirəm. Digər o son qalan bir kitab var da, onu oxuyandan sonra nə vaxtsa paylaşaram bilmirəm, amma 40-a tamamlayacağam. Dəqiqdir. Ümid edirəm ki, əyləndiniz, izahlarım, fikirlərim sizə də maraqlı gəldi. Sağ olun, sabah görüşənədək.